Hər kəsə salam. Bu gün sizinlə çox ləzzətli şarma resepti bölüşürəm. Ətin üzərinə zövqə görə ədviyyatlar və soyuvu sos əlavə edib qarışdırıb, üzərini örtüb axşamdan səhərə kimi soyuducuda gözlədirəm. Səhərsi gün əti yenidən qarışdırıb, soba listinə yığıb qəşəng qızardıram. Tərəvəzləri doğrayıram. Sos üçün 2 diş sarımsaq, 1 qədər cəfəri və şüyüdü doğrayıram. 300 qram xama, 3 xörək qaşığı mayonez, sarımsaq, doğranmış göyərti və 1 qədər duz səpib qarışdırıram. Sos hazırdır. Qızardılmış əti doğrayıram. Lavaşın üzərinə əvvəlcə sos çəkirəm, sonra ət və tərəvəzləri yığıb, yenidən sos və 1 qədər ketçup əlavə edib, büküb hər iki tərəfini qızardıram. Çox ləzzətlidir. Hələlik.